Salam, axşamınız xeyir olsun dəyərli bizi izləyənlər. Hər həftənin 4-cü günü saat 21:00-da olduğu kimi, hər həftə olduğu kimi bu gün də biz 21:00-da Facebookun canlı efirindən incəsənət müzakirələri deməli edirik. Hər həftə bir filmi götürürük, seçirik və o filmin təhlilinə, analizinə, bizə verdiyi, bizdə oyatdığı təəssüratlardan danışırıq və sizlərlə bölüşürük o təəssüratları. Ona görə də istəyirik ki, yayımımızı bəyənəsiniz və paylaşasınız. Çünki bu müzakirələr bu gün Azərbaycan cəmiyyəti üçün çox vacib müzakirələrdir. Soruşsanız ki, niyəsə haqda uzun-uzadı danışa bilərəm. Hətta 2 efirin, yəni bu efirimiz 40 dəqiqə olur, 2 efirin vaxtından daha çox mənim arqumentlərim, məntiqli arqumentlərim var. Təkcə elə mənim. Hansı ki, indi adını çəkəcəyim dostlarımı demirəm. Bəli, biz yenə başlayırıq film müzakirələrinə. Rəbiqə xanımla və Hədiyə xanım Şəfaqətlə birlikdə. Biz bu dəfə çox maraqlı bir filmi müzakirə edirik. Filmi bizə tövsiyə edən dostumuzun da Allah canını sağ eləsin. Deməli, 1996-cı ildə çəkilmiş Britaniya komediya dramı olan Brast Off filmindən danışacağıq. Biz bu filmin adı haqqında çox düşündük, çox daşındıq. Bu filmin ideyasına uyğun olaraq bunu belə adlandırdıq. Nəfəsi kəsilənlər. Razılaşa da bilərsiniz, razılaşmaya da bilərsiniz. Filmə baxandan sonra siz də bizimlə müəyyən qədər razılaşacaqsınız bu ada görə. Komediya dramıdır bu, amma komediya sözü sizi çaşdırmasın. Bu əslində buradakı komediya onun dram tərəfinin ağırlığını azaltmır. Bu bildiyiniz böyük bir işçi sosial dramıdır. Filmin rejissoru və senari müəllifi eyni şəxsdir, Mark Herman. Mark Herman bizim tamaşaçılara Zolaqlı Pijama oğlan və Kiçik Səs filmi, möhtəşəm bir film, ona baxmısınızsa, filmindən tanış bir addır, bilirsiniz. Və filmdə əsas rollarda Pete Postlethwaite. Pete Postlethwaite mənim çox sevdiyim bir aktyordur. Bunu da bizim dəyərli tamaşaçılar Kabayashi obrazı ilə xatırlayırlar Adi Şübhəlilər filmində. Tara Fitzgerald, digər aktyorlar, Ewan McGregor və Steven Tompkinson çəkiliblər. Hadisələr 1990-cı illərin ortalarında İngiltərənin şimalında uydurma olan bir Grimli mədənində baş verir, mədən şəhərində. Əslində bu uydurma şəhər deyil. Daha doğrusu filmdə uydurma şəhərdir. Amma filmdəki hadisələr realdır və əslində bu hadisələr İngiltərədəki Cənubi Yorkshirdəki Grimetorp şəhərində deməli baş verən hadisələr əsasında çəkilib. Yəni filmin tarixçəsi, filmin süjeti, filmin ideyası həmən Grimetorp şəhəri ilə bağlıdır. Çox sıx bağlıdır. Elə filmdəki deməli siz orada o orkestr deməli müşayiəti görəcəksiniz. Orada orkestrin ifasında həmin bu Grimetorp kömür mədəni nəfəsli orkestri deməli ifa edib. Qısa süjet belədir ki, Grimli, uydurma bizim Grimli, ki dediyim kimi real hadisələrdən bəhs edir. Bu uydurma da olsa, Grimli, şəhərin adı sadəcə uydurmadır. Grimlidə illərdir ki, bir kömür var, kömür şaxtası var. İnsanlar o şəhərcikdə həmən kömür şaxtasında işləyirlər, çalışırlar. Bir özlərinə münasibət qurublar. Çox gözəl, çox səmimi, həddindən artıq bir-birinə əşkana, səmimi bir münasibət qurublar. Filmdə bunu çox isti çalarlarla bizə təqdim edir və həqiqətən də özünü orada hiss edirsən. Qısa bir məzmunun mən danışandan sonra bir söz də deyəcəm, sonra sözü verəcəyəm dostlarımıza. Film həmən deməli kömür şaxtasının ətrafında qurulub. Böyük Britaniya hökuməti o vaxtda Thatcher idi, baş nazir idi və həmin islahatlar vaxtı bir neçə İngiltərədə kömür mədənləri bağlandı. Onlardan biri də Grimetorp, yəni bu filmdəki adı çəkilən Grimli şəhərindəki kömür mədəni bağlanmalıdır. Şaxta bağlanmalıdır. Bu şaxtanın bağlanmağı da nə ilə nəticələnəcək? Təbii ki, bir xeyli adamın, yüzlərlə adamın işsiz qalmasıyla, yüzlərlə ailənin çörəksiz qalmasıyla və kömür şaxtasının işçiləri, yəni mədənçilər tətillər keçirirlər, etirazlar edirlər ki, bəs mədənimiz bağlanmasın. Və bu fonda da həmin mədənin nəfəsli musiqi alətlərindən ibarət bir orkestri var. İki paralel mövzunu rejissor Mike deməli Herman işləyir. İndi onun haqqında təfərrüatla danışacağıq. Nədənsə film mənə, bunu da deyim, sonra sözü verim dostlarımıza ki, onlar üçün də bir mənimlə razılaşma və ya razılaşmama fikirləri olsun. Ki, görək elə razılaşacaqlar yoxsa, biraz da qorxa-qorxa deyirəm. Nədənsə film mənə Nodar Dumbadze'nin əsərlərindəki filmin qəhrəmanları onları xatırlatdı. Bütün ağır proseslərə baxmayaraq heç vaxt öz şən deməli əhval-ruhiyyəsini, ovqatını itirməyən, əsasən də Mən nənəm İlko və İllarion romandakı personajları yadıma saldı. Amma düzdür, Mən nənəm və İlko və İllarion filmi çox bərbaddır. Tövsiyə eləmirəm heç kimi baxmağa. Çox bərbad alındı mənə görə o film. Roman isə möhtəşəmdir, əlbəttə ki. Nədənsə Dumbadze'nin əsərindəki o həmişə ən ağır vəziyyətlərdə belə, müharibə vəziyyətində belə o şən ovqatını itirməyən qəhrəmanları yadıma saldı.
Məndən bu qədər film haqqında, məzmun haqqında hesab edirəm ki, kifayət qədər danışdım və sözü verirəm Rəbiqə xanım Nazim qızıya. Salam tamaşaçıları salamlayıram. Demək, doğru olaraq qeyd elədi ki, John Mert, Mark Herman'ın bu filmi daha çox romantik komediya kimi təqdim olunub. Amma bu, yəni Mark Herman'ın ideyası deyil, Miramax şirkətinin, belə deyək də, satış hüquqlarını əldə etmiş Miramax şirkətinin reklam strategiyasına əsaslanıb. Niyə? Çünki onlar düşünüblər ki, şaxtaçıların etirazları falan çox ağır gələ bilər və romantik komediya və üstə gəldə əvvəllər daha çox erotik planda görünmüş aktrisa Tara Fitzgerald'ın görünüşü və eyni zamanda başqa bir yaraşıqlı aktyor Ewan McGregor'ın MC'nin görünüşü, yəni bunları cütlük kimi təqdim etməsi daha maraqlı gələ bilər və hətta yalançı və şişirdilmiş bir reklam mətni də yazılmışdı. Mən indi onu sizə oxuyacağım. Bu filmin ABŞ-dakı DVD üzlüklərində yəni yer alıb. İki köhnə dostum və keçmiş sevgilinin gözlənilməz görüşü bütün şəhərin həyatını gülməli şəkildə alt-üst edir. Bu gülüş dolu əyləncəli komediyanı qaçırmayın. Yəni bu gördüyümüz kimi daha çox satış məqsədi ilə yəni edilən bir addım idi. Amma Mark Herman'ın özü, yəni ssenari müəllifi və rejissor bunu yaranma tarixi barədə danışır filmin və deyir ki, hər şey bir qəzet məqaləsindən başladı. Məsələ burasındakı doğrudan da yəni filmdəki orkestr, yəni şaxta bağlanmaq üzrədir və bunun müzakirələri gedir və şaxta bağlanır. Həmin o şaxta bağlanır və şaxta bağlananda bu real hadisədir, olmuş hadisədir. Şaxta bağlananda eyni zamanda paralel olaraq onun 17 nəfərlik orkestr üzvü də işsiz qalır. Və bu adamlar işsiz qalandan düz 5 gün sonra Londonda milli çempionatın finalında yəni o qalibiyyəti qazanırlar həqiqətən də. Və bunu Mark Herman da bu barədə qəzetdən oxuyur. Çünki adam şaxtalardakı vəziyyətdən xəbərdardır, siyasi xəbərləri təbii ki izləyirdi. Amma şaxtaçıların belə bir situasiyada, yəni işlərini 5 gün əvvəl itirmiş, hər şeylərində işlə bərabər, yəni gördüyümüz kimi filmdə demək olar ki işdən asılıdır deyə hər şey və hər şeylərini itirmiş bu adamların o cəmi 5 gün sonra bu cür böyük bir qalibiyyət qazanmaları Hermanı mütəəssir eləyir və o belə bir süjet yazıb onu çəkməyə qərarı alır və çox uğurla da həyata keçirir bu ideyasını. Doğrudan da bu filmdə də görürük, biz Thatcher'dan bağlı bir neçə yerdə təhqiramiz ifadələr səslənir az qala və ümumiyyətlə film yumoru ilə yanaşı həm də çox açıq vulqar ifadələri ilə bu şaxtaçılara ümumiyyətlə o ailəyə, o camiyə xas olan biraz çox açıq ifadələrlə yəni yadda qaldı mənim üçün. Gürcü nəsri ilə və Dumbadze ilə paralellər, mən düşünürəm bu daha çox Amerika yumoru mən hiss edirəm. Baxmayaraq ki, İngiltərə həyatından bəhs edir. Yəni onların ümumiyyətlə hadisələrə münasibəti mənim qızım da Amerikadadır deyə az çox dərəcədə görürəm. Yəni dünya dağılır, insanların ən yaxın ailə üzvləri dünyasını dəyişir. Amma onun nə yumor hisslərini, nə də belə deyim də həyata pozitiv yanaşmalarını atmırlar. Mən məsələn qızım danışırdı ki, filmdən çox kənara çıxsam da, yəni qeyd edeyim bunu. Qızım deyirdi ki, mən qızı ölmüş, üzümüzdən rağ olsun, qızı ölmüş bir ana ilə danışırdım və görürdüm ki, o yeni itirib qızını, amma hər gün qırmızı geyinməyə, sarı geyinməyə, rəngli geyinməyə çalışır. Hərçən Amerikalılar ümumiyyətlə rəngli geyimləri sevmirlər. Onlar daha çox boz çalarlardan və açıq çəhrayı çalarlardan görünməyən, çağırış eləməyən rəngləri sevirlər. Xanım deməli özünü həyata tutundurmaq üçün bu rəngləri və ətrafa da qeyri, belə deyək də, pis enerji ötürməmək istəyirdi. Düşünürəm bu biraz Avropa və Amerika yanaşmasıdır. Biz biraz fərqliyik. Ola bilər, bəlkə də, yəni mümkündür ki, Dumbadzeni oxuyub və oradan da təsirlənib adam. Bunu da mən istisna eləmirəm. Amma ümumilikdə mən sizə deyim ki, mən bu filmə baxanda filmin yarısından çoxunu ağladım. Və hətta bilmirdim mən filmlə bağlı nə danışacağım. Çünki o qədər mütəəssir olmuşdum ki, bu onların kədəri və yaxud situasiyanın acınacaqlı olması ilə bağlı deyildi. Bu kollektiv bir şəhərin, bir qəsəbənin adamlarının razılaşdıqları və razılaşmadıqları məqamlara baxmayaraq bir yerdə mücadiləsi
və o orkestrin bu qəsəbənin timsalında mübarizəsindən yəni doğan göz yaşları idi ki, mən çox təşəkkür edirəm Cömərd bəyə ki, bayaq dediyi yəni dostumuza bu filmi bizə tövsiyə elədi və mən doğrudan da böyük bir yük atmış oldum, yəni o filmə baxa-baxa. Yenə davam eləyəcəm. Maraqlı çəkilişlə bağlı maraqlı məqamlar var. Düşünürəm ki, irəliləyən dəqiqələrdə bunları da deyəcəm. Gözəl çıxış üçün təşəkkür edirik. Rəbiqə, çox sağ ol. Hədiyə xanım, sizinlə davam edirik. Axşamınız xeyir olsun. İzləyənləri də salamlayıram, dostları da salamlayıram. Bu filmin mövzusu ikinci dəfə baxdım, bir dəfə baxmışammış. İndi isə bir daha baxdım və qeydlərimi götürdüm, daha dərindən maraqlandım. Mənə çox doğma bir mövzunu əhatə edir. Baxmayaraq ki, yumor adı verilir, amma fikrimcə ingilislər heç vaxt zarafat etmirlər. Yəni, zarafat edirlər, amma onların zarafatı heç vaxt boş zarafat olmur. Bu fikir mənim beynimdə daha çox dolandı. İkinci tərəfdən kömür şaxtaları bütün dünyada həm bədii əsərlərin kifayət qədər mövzusu olmuş, bir də dünyada dəniz limanları işçiləri, neft işçiləri və ali təhsil ocaqlarından sonra 4-cü yerdə gəlir inqilabi fikirlərin, tətillərin, qiyamların formalaşdırılması, ideyaların formalaşdırılması və işçilərin daha çox səfərbər olması, həmçinin həmkarlar ittifaqlarının daha təsirli şəkildə işlədiyi bir yer olaraq, yəni müəssisələr olaraq kömür şaxtaları dünyada tanınmış bir mövzudur. Sən təsadüfi deyil ki, Emil Zolyanın biz əsərində, Germinal əsərində kifayət qədər şaxtaçıların, kömür şaxtaçıların nə qədər ağır şəraitdə işlədiklərini, ümumiyyətlə bütün dünyada ən ucuz və ən çətin, ən təhlükəli sahələrdən biri hesab olunur. Kömür şaxtalarında, əsasən də kömür şaxtalarında fəhlələrin iş şəraiti çox ağır olur. Sən bu filmin özündə öz mövzundan kənara çıxaraq deyirəm ki, mənə qəribə gəlirdi ki, şaxtalarda fəhlələrin heç biri maska ilə işləmir. Və onların çoxu biz indiyə qədər oxuduğumuz əsərlərdə də, məsələn, Archibald Cronin əsəri var, Ulduzlar baxarkən və yaxud da ulduzlar yerə boylanarkən kimi də tərcümə olunur. Burada daha çox biz şaxtaçıların ağır xəstəliklərə, ciyər xəstəliklərinə tutulduqlarını, çox vaxt kömür tozu qusmağa başladıqlarını, ciyərlərinin tamamilə his tutduğunu, toz tutduğunu ki, burada da biz Deninin dəfələrlə o yaylığı ağzına basaraq onun nəfəsindən kömür gəldiyini görürük. Əslində bu bir qədər, nə qədər humoristik film hesab olunsa da, komediya filmi hesab olunsa da, Amerikada tamam başqa cür qələmə verilsə də çox ciddi bir filmdir. Həm ciddi iqtisadi çağırışları olan, etirazları olan, həm siyasi mənada müəyyən çağırışları və mesajları olan filmlərdən biridir və ümumilikdə kömür şaxtası mövzusu ağır mövzulardan biridir və o baxımdan bu filmi mən çox bəyəndim. O nə qədər yüngülləşdirilsə də, nə qədər yüngül şəkildə verilməyə, yüngül deyərkən, yəni əslində humoristik bir pərdəyə bükülmüş şəkildə, bürünmüş şəkildə təqdim olunsa da, əslində biz insanların həyatının faciəsini hiss edirik, kasıb insanların faciəsini də hiss edirik, ağırlıqlarını da hiss edirik. Rəbiqə xanım çox gözəl qeyd edir ki, onların həmrəyliklərini, əl-ələ tutmaqlarını, bir-birinin köməyinə çatmaqlarını, bir-birlərinə yad olmamaqlarını və tanış səhnələrlə çox qarşılaşırıq. Bu da kitablardan oxuduğumuz, romanlardan oxuduğumuz, tanış olduğumuz tanış səhnələrlə. Məsələn, şaxtaçıların hər axşam gedib içməkləri, bir yerdə vaxt keçirməkləri, yummaqları, aralarındakı söhbət və onların ailələrindəki o çətin həyat şəraiti, evlərin hipotekada olması, borcların üst-üstə yığılması, həmçinin bu şaxtada 10 il əvvəl baş vermiş tətildən sonra baş verən işçilər arasında müəyyən münaqişələr, mübahisələr, bunlar işlənmiş mövzulardır, amma bu film onu çox yaxşı şəkildə ifadə etdiyini fikirləşirəm. Mənim üçün də bu film komediya tərəfi, bayaq əvvəlinə qeyd etdiyim kimi, təbii ki, komediya tərəfi, yumor tərəfi var. Amma onun sosial, biz yeri gəlmişkən, bizdə bir qəribə bir bəzilərində bir
şey var ki, komediyaya bir qeyri-ciddi janr kimi baxılır. Yəni komediya əslində çox ciddi janrdır. Ona görə qeyd edirəm ki, ingilislər heç vaxt zarafat etmirlər. Bu Məsələn, filmdə heç zarafat etməyiblər. Təbii, məsələn, mənə görə dünyada ən ciddi komedik film, mənə görə dünya filmlərinin, yəni şahı gəlir, şahı sayıram onu, mən həmişə onu demişəm. Oyuncaq filmi komediya janrıdır. Amma əslində ən ciddi film deyil. Yəni komediya janrının ən ciddi filmdir. Yəni komediya ciddi janrdır. O cümlədə mən sizin sözlə razıyam əlbəttə. Yəni o ciddiliyi, ciddi yumorun təbii ki, çox üzr istəyirəm ifadə edirəm. Bu hırıldamaq filmi deyildi. Bu ciddi komediya elementləri olan ağır, özə sosial dram, yəni yüzlərlə var bir insanın dramı və yüzlərlə insanın dramından bəhs edir və bu yüzlərlə insanın dramında birləşdirici bir fiqur var, maraqlı bir fiqur var. Orkestrin rəhbəri Danny Ormondroyd və Pete bəyalar aktyorun adını qeyd etdim, o oynayır bu rolu və çox maraqlı bir obrazdır və Danny filmin iş dəqiqələrindən baxanda adamın yadında qalan bir obrazlardan biridir. Niyə? Çünki ağır, ciddi bir xarakteri var. Orkestr üzvləri həm ondan qorxurlar, həm çəkinirlər. Ara sıra onun haqqında öz aralarında zarafat edirlər ki, məsələn, Danny bunu bilsə bizi öldürər, bunu bilsə. Yəni Danny'dən çünki Danny həqiqətən də işini sevən, onun üçün həyat musiqidən ibarətdir. Belə bir insandır. Və Danny Ormondroyd baxmayaraq ki, orada, təbii ki, onun da öz səbəbləri var, ona da qayıdacağıq. Baxmayaraq ki, orada mədən bağlanır, o deyir ki, mədən bağlanır. Əsas musiqidir, əsas orkestrdir. Bəli, Danny'nin bunu demək üçün çox ciddi səbəbləri var idi. Çünki adamın həyatı musiqidən ibarətdir və mən də müəyyən qədər haqq verirəm. Niyə? İndi ona da qayıdacağım zaman olanda. Pete Postlewaite'in bu obrazı, yəni aktyor bu sərtliyin altında gizlənən o əslində çox ürək yanan, ürək yuxa bir insandır. Və aktyor bunu çox gözəl oynayıb. Ruhu şad olsun, çox gözəl, böyük aktyor idi bu aktyor. Və filmin mənə ən çox həm də xüsusilə xoş gələn cəhətlərindən biri o idi ki, orada orkestrin üzvləri, yəni mədən işçiləri necə bir-birinə qarşı ərk yana, səmimi davranırlar, zarafatları olar, bəzən uşaq kimi söz atırlar bir-birlərinə və ya dediyim kimi isti bir rənglərlə bunu təqdim edir. Məsələn, hələ nəinki onların ailələrinin, məsələn, orada bir mədənçinin həyat yoldaşı dükana girir, digəri də dükanda satıcı işləyir. Onun pulu olmur almağa. O da əlində gizli şəkildə ona pul ötürür ki, deyir bunu götürür, pul götürür ki, pul səndə qalsın. Yəni bir-birinin belə deyək, hayına qalmaq, hayına yetmək kimi dilimizdə yer gəlmişim, bu haya satmaq da çoxdandır, bu ifadə də yoxa çıxmaq üzrədir. Özü kimi, mahiyyəti kimi bir-birinin hayına yetirirlər, hayına satırlar və o qədər səmimi bir filmdir. İnsan həqiqətən də, mən qatılıram Rəbiqənin sözünə. Bəzən göz yaşı axıdırsan, bəzən kövrəlirsən, doğma filmdir. Obrazlar doğmadır, münasibətlər doğmadır, ifadələr doğmadır. Tetçerə qarşı işlədən ifadələrlə mən öz imzamı da qoyuram. Mən də razıyam o ifadələrdən yeri gəlmişəm. Orada aktyorun o həmən səhnə, Tetçer haqqında işlətdiyi o səhnə, deyəsən, deməli, heç yerdən çörək pulu qazana bilmir obraz. Yadından Stemson olur deyəsən, belə olur. O gedir, axırda təlxəyli eləməyə başlayır, yəni klonluq eləməyə başlayır və orada... Danny'nin oğlu. Bəli? Danny'nin oğlu. Danny'nin oğlu və orada səhv etmirəmsə, o bir anlıq belə itirir kələfin ucunu və başlayır orada əslində uşaqlara görə ağzına gələn, amma həqiqətləri danışmağa və onu oradan çıxarırlar ki, bura uşaq məclisidir, olmaz. Amma əslində dini həqiqətləri deyildi, əlbəttə ki. Və filmin çox ciddi sosial, ictimai və siyasi mesajları var. Amma filmin daha böyük bir mesajı var ki, ona da mən çıxışımın sonraki hissəsində toxunacağım. Buyur Əbidəm. Deməli, yeri gəlmişkən Danny'dən danışdıq. Onun familiyası o qədər çətindir ki, mən onu oxumağa çalışacağam. Çünki Postlewaite. Pete Postlewaite. Bəli. Danny'nin deməli biz gördüyümüz final çıxışı, yəni o çempionat zamanı olan çıxışı ssenaridə olmayıb. Danny bunu orada eksprompt, bədahətən yəni deyib və çox gözəl alındığı üçün filmdə saxlamağa qərar gəliblər. Yəni bayaq Cömert qeyd elədi ki, bu həqiqi orkestr Green TOGP, bax bu da çətin adlardır. Şaxtaçılar orkestrinin, yəni həqiqi hadisələr kimə həsr olunur ki... Rəbiqə, bir əlavə edə bilərəm sözün kəsin məqamında. O aktyorun orada canlı, deməli, orada performansı və çıxışı, aktyor özü həyatda solsuydu, fəal solsuydu.
O çıxış da ona görə, yəni onun solçuluğundan dolayı doğulmuşdu o da filmin 100%, sənəsində. Buyur, buyur. 100%. Çünki ümumiyyətlə filmdə solçuluq şeyləri çox bilinir. Yəni ilk səhnələrdən bilirsən sən nə ilə qarşılaşacaqsan. Danny'nin çıxışı həm də niyə gözəl, yəni alındı və niyə ümumiyyətlə o ssenarini dəyişib o birdən-birə coşdu deyək. Çünki bu real orkestr, hansı ki doğrudan da film onların uğurlarına həsr olunub, o orkestr üzvlərini, deməli, rejissor həqiqətən də bütün film boyu eşitdiyimiz klassik, böyük şedevr olan musiqiləri doğrudan da həmin o orkestrin üzvləri yəni ifa ediblər və bunlar yazılıb, belə deyək də. Yəni biz eşitdiyimiz musiqiləri həqiqətən də o filmdə haqqında danışılan orkestr özü ifa edir və rejissor belə bir qərara gəlib ki, eyni zamanda həmin şaxtaçıları və onların ailə üzvlərini, hansılar ki işsiz qalıblar, eyni zamanda da orkestr üzvlərini və onların ailəsini çağırsın. Yəni filmin çəkilişlərində bunlar iştirak eləsinlər. Və biz gördüyümüz göz yaşları, o alqışlar, sonra belə deyək də o reaksiyalar ona görə səmimi alınır ki, aktyorlar həm görürlər bunların canlı iştirakçılarını, həm də canlı iştirakçılar özlərini görürlər, yəni çəkilişlər zamanı. Və əslində müsahibələrində də hamısı qeyd edir ki, biz çox ağlayırdıq və xüsusilə də Danny'nin oğlu Phil'in o klon paltarında özünü atması, intihar səhnəsi, yəni biz hamımız dayana bilmədən hönkür-hönkür ağlayırdıq. Yeri gəlmişkən bir şeyi də qeyd eləmək istəyirəm. Bu nəfəsli alətlərlə bağlı bu filmdəki real yəni aktyorlar, onlardan yalnız biri nəfəs alətlərində ifa eləməyi bacarırdı. Bu Evan idi. Ona görə də Evan üçün, yəni Ewan McGregor üçün çətin gəlmədi. Yəni bu ritmə uyğunlaşmaq, tempoya uyğunlaşmaq. Endi obrazını oynayanda elə deyil. Endi obrazı. Bəli, Endi. Amma bizim xanımımızın adı nə idi? Gloria deyəsən, səhv eləmirəmsə, hə? Gloria Mullins, bəli. Tara Fitzgerald, bəli. Amma o deyir ki, mən saatlarla evdə məşq eləyirdim və nəfəsli alət də tapmışdım. Dodaqlarım artıq partlayırdı. Mən də deyir, fikirləşdim ki, yox da bunu eləmək lazımdır rejissor deyib və gəlib deyir, mən lazım olan səhnələrdə gördüm ki, fonogram çalınır və mən fikirləşdim ki, mən bu boyda əziyyəti nədən ötürü çəkirmişəm. Yəni belə maraqlı şeylər olub. Yeri gəlmişkən deyim ki, bu şaxtalarda rejissor aylarla vaxt keçib. Yəni bizim gördüyümüz o gözəl səhnələr, bizi mütəəssir edən səhnələr elə belə birdən-birə yaranmayıb. Yəni adam doğrudan da yerin altına yəni daxil olub və ümumiyyətlə mövzunun altına bələd olub. Ona görə bu qədər gözəl alınıb. Bir mənalı olaraq film haqqında rəylər demək olar ki, yaxşıdır. Mən pis rəy rast gəlmədim. İndi ola bilər hardasa kimsə nəsə belə mənası olmayan bir adam, yəni belə deyək. O nəsə deyə bilər, amma ümumilikdə filmin uğurlarından biri də budur ki, Seattle-da həqiqətən də bu filmdən sonra 2 nəfəsli orkestr yaradılıb. Yəni oradan şövq alıblar da, elə bil ilhamlanaraq yaradılıb. Soundtracklərdə də real yenə də deyirəm, orkestrin ifalarıdır. Hələlik yenə bu qədər, yəqin ki, yenə qayıdacaq. Təşəkkür edirəm, maşallah. Rəbikə o qədər maraqlı danışdı. Mən elə bildim ki, filmin çəkiliş prosesində elə özü də iştirak edib. O təəssüratı yaratdı mənə. Çox istəyərdim. Çox dolğun məlumatlar idi. Amma mənim Hədiyyə xanıma bir sualım var. İstədim ki, təbii ki, öz demək istədikləri də var, amma bu suala cavab verir. Həm də öz demək istədiklərini də qatsın, bunun gözünə desin. Hədiyyə xanım, şəxsən sizi film daha çox nə ilə təsirləndirir? Təbii burada bizi təsirləndirən çox nüanslar var. Amma əsasən, yəni bir ikisinin adını sanki deyin ki, məsələn, bu məni daha çox təsirləndirdi bu şeyə görə və yaxud da ki, bu şey buna görə məsələn. Hansı idi o iki nüans? Ən çox təsirləndirən iki nüans, iki məqam? Filmdə məni təsirləndirən iki məqamı mütləq deməliyəmsə, biri əvvəlki sözlərimdə də qeyd etdiyim kimi, ümumiyyətlə kömür şaxtaları mövzusunun mənə çox doğma olmasıdır və bununla bağlı bir xeyli bədii əsərlər oxumağım, ümumiyyətlə müəyyən hadisələrlə bağlı, tətillərlə bağlı, başqaldırmalarla bağlı bir çox məlumatlarla maraqlanmağım, məlumat toplamağımdır. İkinci məqam isə bir yazıcı kimi də həmişə özümdə mərkəzi nöqtə, mərkəzi mövzu seçdiyim insan həyatının dərinliklərinə nüfuz etməsidir. Onun bütün həyatına, yaşantılarına, digər insanlarla münasibətlərinə, əlaqələrinə və bütün insan həyatının
mənsub olduğu cəmiyyətin sosial şərtlər altında necə bir istiqamətə yönəlməsi, nəyə yönəlməsi, necə darmadağın olması və necə formalaşması məsələsi baxımından mənim üçün çox maraqlı filmlərdən biridir bu film. Bununla yanaşı burada təkcə İngiltərənin deyil, həmçinin dünyanı narahat edən, həm ekoloji problemlər ya bəhanəsi ilə, ya səbəbi ilə bir çox istehsalat sahələrinin dayandırılması və işsiz insanların bununla bağlı heç bir kompensasiya verilməməsi, sonradan iş yerləri ilə uzun müddət təmin olunmaması və bütün bunların fonunda insanların necə yaşayacağı, həyatlarına necə davam edəcəkləri, çəkdikləri çətinliklərin altından necə çıxacaqları məsələnin unudulması mesajının da verilməsi var ki, bu hadisələr həqiqətən məhz İngiltərədə həmin illərdə baş verirdi, kömür mədənləri ard-arda bağlanılırdı və onların yerində heç nə açılmırdı, insanlar boşda qalırdılar. Bu isə daha çox narkotika meyilliliyin, intihar hallarının, içkiyə meyilliliyin, sərxoşluğun artmasına, ailələrin dağılmasına, insanların köç edib digər yerlərdə öz həyatlarını qura bilməməsinə, bir sözdən insan həyatının dağılmasına gətirib çıxardırdı. Bütöv qəsəbələr dağılırdı, bütöv qəsəbələr tərk edilib gedirdi. Bilirsiniz, bu bir insan həyatıdır, bu bütöv bir nəslin həyatıdır, bir neçə nəslin həyatıdır. Mən dəfələrlə belə mənzərələrə baxmışam ki, hər şey var, klublar var, kafelər var, iş yerləri var, baraklar var, yaşayış evləri var, binalar, yollar və hər şey kol basıb, ağac bitib, insan yoxdur. Dəmir yolu var, körpülər var, dayanacaqlar var, hər şey tərk edilib gedib. Torpağın o bağrındakı sərvət çıxarılıb, necə deyirlər, axırına çıxılıb və yaxud da başqa səbəblərdən bağlanılıb və insanlar da o şəhərlər kimi insanlar da taleyin umuduna qoyulub gedilib. Çox hallarda bəzi insanlar özünə digər yerlərdə həyat qura bilib. Necə ki, bizim filmimizdə təsvir olunan əsl kənd də, qəsəbə də üstündən bir xeyli keçəndən sonra artıq bura yatırım edilməyə başlayıb, böyük sənaye müəssisələri tikilib. Amma ortada bir nəsil də məhv olub gedib. Bir nəslin arzuları, bir nəslin ümidləri, bir nəslin iş yeri, bəlkə də ailələri, bəlkə də uşaqları böyük əzab-əziyyət çəkmiş olublar və bu tamamilə unudub. Bu baxımdan bu filmdə insan həyatının, baxırsan ki, dünyanın hər yerində ən ağır işlərdə işləyən insanlar eyni şeylərdən yuxarı, aşağı, bir yuxarı, bir aşağı eyni əziyyəti çəkirlər, eyni əzabı çəkirlər. Bu baxımdan mənə xoşdur ki, məhz kömür mədənləri mövzusu dəfələrlə həm ədəbiyyatda işıqlandırılıb və filmlərdə də işıqlandırılıb. Bu filmdə də işıqlandırılması bu baxımdan mənim üçün çox qiymətlidir. Təşəkkür edirəm sizə Hədiyə xanım. Çox sağ olun, maraqlı idi və biraz bundan qabaq Rəbiqə toxundu. Mən istəyirəm ki, ona bir həmən çıxışı səsləndirim. Aktyor Pete Postlethwaite'in oynadığı obraz Danny Ormondroyd idi. Həqiqətən də adının tələffüzü və çətindir. Pete Postlethwaite bizim, yəni deyirəm, gənc tamaşaçılar, daha doğrusu mənlə həmyaş olanlar bu aktyoru ən çox məşhur Kobayashi obrazı ilə xatırlayırlar. Adi Şübhəlilər. Yaxın günlərdə o filmi də bir daha müzakirə edilir. Möhtəşəm bir filmdir. Adi Şübhəlilər filmi. Orada Kobayashi obrazını oynayır. Çox belə qəddar, soyuq bir sifətli bir aktyor idi. Amma yəni o rolu bacarırdı. Burada isə həlim bir obraza girib, əslində baxmayaraq ki, sərt ifadəsi var və onun spontan olaraq dediyi çıxışı mən səsləndirirəm və yeri gəlmişkən bu çıxışda jargon ifadə var, onu da deyəcəyəm. Deməli, o həmən çıxış belə idi. Bu lənətə gəlmiş hökumət bütöv bir sənayeni sistemli şəkildə məhv edib. Bizim sənayemizi. Özü də təkcə sənayemizi yox, icmalarımızı, evlərimizi, həyatlarımızı. Hamısı tərəqqi adı ilə. Bir neçə cındır şillingə görə. O ifadədə işlətdiyim həmən o jargon Böyük Britaniyada çox biədəb bir ifadə kimi qəbul olunur. Yəni o sırf bu ifadəni seçir, yəni spontan da olsa belə anında seçir o şilling məsələsi. Yəni hökumət üçün şilling deyil əslində. O şilling ifadəsini ona görə seçir ki, yəni bir qəpik quruşa görə, bizim dilimizdə bir qəpik quruşa görə. Yəni oradan qazanılan, yəni itirdiyi pul hökumətin əslində hökumət üçün qəpik quruşdur. Ona görə isə insanların həyatı ilə oynayır və mən toxunmaq istəyirəm burada filmin musiqi yerinə, mütləq o tərəfinə biraz mən toxunum. Filmin ən güclü tərəflərindən biridir. Amma musiqi filmdə sadəcə fon deyil. Yəni orkestr bu insanların həyatıdır, həyatlarının bir hissəsidir və musiqi çox vaxt onların
filmdə deyə bilmədiklərini deyir mənə görə. Yəni mən belə görürəm və Rəfiqə qeyd elədi, sağ olsun, filmin musiqi müşayiətini real həyatda Qrimetorp kömür mədəni nəfəsli orkestri ifa edir və mənə ən çox təsir edən iki səhnə, ikisi də musiqi ilə bağlı idi. Biri filmin təxminən 15-ci, 16-cı dəqiqəsində bizim bu qəşəng deməli Grimli Mollis, üzrəm Gloria Mollis gəlir, orkestra qoşulur və Flügelhorn'da deməli ifa aləti var. Flügelhorn'da o ifa eləyir. Nəfəsli bir alətdir və fikir verin, Joaquin Rodrigo'nun məşhur bir konserti var. 1939-cu ildə yazdığı Aranjuez. Bizdə gəlir. Rodrigo üçün gitarı Aranjuez. Və orkestr təsəvvür bu Aranjuez konserti əslində biraz bədbin, kədərli notlardır. Kədərli də doğrusu musiqidir. Və filmimizin qəhrəmanları bu Aranjuez adına çox maraqlı bir ifadə tapıblar. Aranjuez İngilizcə Oranjus, yəni portağal şirəsini oxuduğu üçün o musiqinin adını Oranjus qoyublar. Yəni Aranjuez sözü ona oxşadığı üçün bu musiqi ona da yumor qatıblar. Bu qəmli musiqini ona da belə şən formada təqdim edirlər və həmin səhnədə 15-ci dəqiqədə, təxminən 15-ci dəqiqədə Grimlidən olan, əslində Grimlidən olan, amma vaxtikən köçüb getmiş və təzədən bu şəhərə qayıdan Gloria Mollis gəlir və deyir ki, mən orkestrdə, Flügelhorn'da ifa eləməyə bacarıram və orkestrdə ifa eləməyə istəyirəm. Ona o icazəni verirlər və Joaquin Rodrigo'nun o əfsanəvi Aranjuez konsertinin ikinci hissəsi Adagio səslənir və çox dəhşətli bir səhnədir, gözəl bir səhnədir. Hamı da heyranlıqla qızın ifasına baxır orada, heç kim gözləmir və orada çox maraqlı bir əslində mənə təsir edən bir səhnə var. O Adagio'nun, yəni Aranjuez konsertinin ikinci hissəsi olan Adagio'nun o asta, o kədərli notları altında, müşayiəti altında biz isti kabinetlərdə yüz minlərlə insanın həyatına heç nə olmamış kimi qərar verən epizodu görürük. O kədərli deməli musiqinin müşayiəti altında həmən episodun göstərilməsi məncə rejissorun çox gözəl tapıntısıdır. Yəni adamlar isti kabinetlərdə oturub heç nə olmadan insanların sözün həqiqi nəfəsini kəsməyə çalışırlar. Paralel olaraq da həmən vaxtı orkestrin ifası özünün ən pik nöqtəsinə çatır və çox maraqlı bir yerdir. Musiqi haqqında bu qədər, qalanında sonradan davam edəcəyəm. Buyur Rəbiqə. Deməli, film haqqında bunu da deyirlər ki, bu romantik komediya yox, yəni tənqidçilər. Bu kino tarixinin sənədli sübutudur. Yəni olmuş hadisələrdir hamısı. Və bayaq haqqında danışdığımız Denny obrazı da, yəni uydurma bir obraz deyil, sadəcə iki nəfərin, yəni həyatından götürülmüş obrazdır. Bunlar ikisi də həmin orkestrin rəhbərləri olublar. Albert Keyboard və Jack Blanton, yəni həyatı qarışdırılıb və bu Denny şəklində bizə göstərilir. Maraqlı məqamlardan biri də bundan ibarətdir ki, bunu rejissor etiraf eləyir. Yəni bu da onun böyüklüyüdür. Filmin məşhurluq qazanmasını o belə izah edir. Film kinoteatrlara çıxarkən paralel olaraq Müstəqillik Günü adlı Hollywood blockbusteri də yəni çıxır ekranlara. Ona bilet ala bilmirlər, yəni çox olur, dolur zallar və adamlar geri qayıtmamaq üçün belə naümidcəsinə bilet alıb gəlirlər həmin bu filmə, bizim gördüyümüz filmə. Amma məsələ burasındadır ki, nə yarımçıq qoyurlar, nə də laqeyd çıxırlar. Yəni film onların o qədər xoşuna gəlir ki, heç zaldan çıxmaq istəmirlər. Yəni bu cür qeyri-adi bir bəxti gətirmə deyək də. Yəni o mənada ki, bəlkə də normalda həmin insanlar o filmə gelib baxmayacaqlar, o birisi filmi seçəcəkdilər. Hollywood filmlərini yəni seçəcəkdilər. Belə bir maraqlı bir şey, amma filmin uğurlarından biri də bir neçə uğuru var. Bayaq birini qeyd elədim ki, yəni mükafatlardan əlavə insanların həyatına necə təsir eləyir. Yəni biri bundan ibarət idi ki, biz bildik ki, Seattle-da bundan sonra iki orkestr yaradılıb, nəfəsli alətlər orkestri. Filmin uğurlarından biri də bundan ibarətdir ki, bu filmdən sonra onun teatr, yəni dram variantı, piyes variantı da yəni qoyulub. Teatrada gətirilib bu film. Yəni düşünürəm ki, bu bir ssenari yazan rejissor üçün bundan böyük, yəni heç nə ola bilməzdi ki, eyni zamanda tamamilə fərqli bir sahə teatrda ona maraq göstərdi. Sonra biz Denny'nin çıxışından çox danışdıq və bu Denny'nin çıxışı da maraqlı bir hitdə yəni səslənir və çox maraqlı bir cümlə kimi bizim belə aforizmlər kimi işlətdiyimiz cümlələr olur bəzən. Albert Hall'da qalib gəlməyin mənası yoxdur. Yəni şəklində işlənir. Denny'nin də səsi ilə
Bu Chamba Wamba adlı bir grup var. 97-ci ildə bir hit buraxıb və o hitin Bəli, bəli. əvvəlini Deninin səsini verib. Yəni daha doğrusu Pitin familiyasını deməyəcəm çünki dilim yatmır. Bu qədər maraqlı, yəni məqamlar çox idi. Daha çox danışmaq olardı, amma mən düzün deyim ki, siz indi deyirsiniz ki, Rəbqə maraqlı danışdı, amma mən filmə baxdım və oturdum, fikirləşdim ki, mən danışacaq heç nəyim yoxdur da. Yəni ən çox sevdiyim əsərlərlə bağlı, filmlərlə bağlı, müəlliflərlə bağlı bəzən belə olur, adam bilmir nə desin. Yəni mən fikirləşmək üçün danışamayacağam. Onsuz da mənim əsas məşğul olduğum sahə filmin kadr arxasıdır da, yəni onlara məşğul olacağam. Çox yəni mütəəssir olmuşdum. Bəlkə də bizim bir yerdə baxdığımız filmlərin hamısından daha çox mənə bu film təsir elədi. Burada da musiqi məsələləri də çox, yəni təbii ki, önəmli idi. Yumorlu diyaloqlar da əslində o arxasında kədər gizlənən, ağır dərd gizlənən yumorlar da maraqlı idi. Əsas odur ki, hadisə var idi, yəni bir şey baş verirdi və insanlar mücadilə aparırdılar, axıra qədər də apardılar və mən düşünürəm ki, əslində nəfəsi kəsilmişlər burada biraz simvolik, yəni onsuz da simvolikdir, aydındır, bu nəfəsli alətlərə də işarə edir. Yeri gəlmişkən biz bayaq John Mack dedi ki, filmin adı üzərində çox düşündük. Təkcə biz düşünməmişik. Rus variantlarında da bir neçə addadır bu film. Ona görə yəni bu bizim üçün qüsur sayılmamalıdır. Çünki yəni Ruslar da söz oyunudur deyə birbaşa tərcümə eləmək biraz çətindir. Nəfəsi kəsilmişlər nə deməkdir? Mən məsələn bunu pis mənada baxmayaraq ki, şaxtalardan bəhs eləyir, şaxtaların bağlanmasından, insanların adi çörəyə möhtac qalmasından, evsiz eşiksiz qalmasından bəhs eləyir. Mən düşünürəm ki, nəfəsi kəsilmişlərin başqa tərəfi də var. Biz bəzən sevincdən də nəfəsimiz kəsilir, qalibiyyət uğrunda nəsə bir qalib gələndə də nəfəsimiz kəsilir və yaxud finala çatmağa yaxın olanda da nəfəsimiz kəsilir, təngi nəfəs oluruq. Yəni bunu çox mənalarda qəbul eləmək olar və filmin özündə də hardasa nəsə belə bir fikir keçdi. Mən indi xatırlayamıram kim dedi onu, necə dedi, harda dedi. Amma bu təəssürat məndə yarandı ki, sən yalnız o halda məğlub olursan ki, özünü məğlub hesab edirsən. Yəni qalan hallarda sənin qalib gəlmək şansların həmişə var. Yəni məğlub deyilsən. Nəfəsin kəsilməsi həmişə ölmək əlaməti deyil. Yəni bəzən nəfəsin kəsiləndə də sənə süni nəfəs verib səni həyata qaytara bilirlər. Yəni ümid sonda ölür və s. və ilə çox şablon da səslənə bilər, amma bu film göstərdi ki, elə deyil də. Yəni sən və bəzən də indi yəqin ki, siz ona gələcəksiniz. John Mack bəy dedi ki, bayaq bir axırda bir sözü deyəcəm. Bəzən də insanların etirazla, insanların mübarizə ilə, yumruqla, dava ilə, pulla və digər şeylərlə nail ola bilmədikləri şeyə sənət bir dəqiqənin içərisində, yəni və böyük istedadla qurulmuş deyək ki, çəkilmiş film, qurulmuş tamaşa, yazılmış mətn bəzən hadisənin özündən daha çox təsir edir adamlara. Çünki bəlkə də indi mən məsələn oturub tarix məqamı kimi otursaydım və mənə desəydilər ki, İngiltərədə filan illərdə Margaret Thatcherin hakimiyyəti illərində 84-85-ci illərdə şaxtalar bağlandı. Adamlar işsiz qaldı, nə bilim 1000 nəfər orada işsiz qaldı, 3 nəfər burada öldü, 5 nəfər orada öldü. Yəni buna mən statistika olacaq mənim üçün, heç bir şey olmayacaq. Amma filmə can vermək, ora musiqisi ilə, yeri gəlmişkən operator işi də çox maraqlıydı. Operator işi ilə və digər şeylərlə. Hətta mən ən maraqlı məqamlardan biri bilirsiniz nə idi? Bu axıra yaxın mən təxmin eləmişdim ki, bu onun arvadıdır, amma yəni axıra yaxın bu bilindi də. Deməli kişi evə gələndə qadın evdən çıxır həmişə. Fikir verirsiniz o səhnəyə. Bunlar ancaq axşamın xeyir əzizim belə danışılır. Bilmirsən ki, bu bunun qonşusudur, bu bunun qızıdır, anasıdır, nə idi də. Və filmin sonunda yaxın məlum olur ki, bu bunun qadınıdır və qadın bütün günü küçələrdə o piketçilərin içərisində etirazla məşğuldur. Kişiyə də deyir ki, sən heç nə məşğul olmursan. Və çox maraqlı məqamlardan biri də bundan ibarət idi ki, orada fil, çox danışıram biləm, fil məsələn, görürsünüz, şaxtada da işləyir, orkestrdə də çalır, ondan sonra gedir klonluq da eləyir, amma yenə ailəsinin balaca bir büdcəsini, yəni böyük bir şey deyil də, balaca bir evdir, maşın yoxdur onsuz da, yəni nə bilim, yəni dəbdəbəli bir saray deyil, amma onu heç cür saxlaya bilmir və
bəzən deyirlər ki, sən tənbəl deyilsənsə sənin həmişə pulun var, amma həyat göstərir ki və film də onu göstərir ki, heç də həmişə belə deyil. Təşəkkür edirik. Çox sağ olun və bizim də efir vaxtımız artıq bitmək üzrədir. 39 dəqiqədə artıq biz efirdəyik. Birazdan 40 dəqiqə olacaq. Hədiyyə xanım, mən istərdim ki 2 dəqiqəlik, mümkünsə 2 dəqiqə ilə, əgər belə bir imkan varsa, bitirə biləriksə, buyurun və o cür də bitirək. Sonra sağollaşaq və buyurun. Bu film ətrafı məlumatlardan mənə çox təsir edən və çox məni, necə deyirlər, qəlbən sevindirən faktlardan biri budur ki, nəfəsli musiqi alətləri orkestri hələ də fəaliyyət göstərməkdədir və hələ də kömür mədənlərinin adını öz adında yaşadır. Bu həm də bir etirazdır, bu həm də bir mesajdır, bu həm də məncə hadisələrin unudulmamasına çox gözəl bir nümunədir. Burada biz yenə də eyni fikrə gəlirik ki, dünyada hansı hadisə baş verirsə versin, qırğınlar, ədalətsizliklər, haqsızlıqlar, insanların kasıblaşması, yoxsullaşması, əziyyətə sürüklənməsi, bütün bunlar sənətin köməyi ilə, sənət üzünü bu hadisələrə tutduqda bütün dünya xəbərdar olur və bütün dünya bu hadisələr barədə bir fikrə gələ bilir. Ona görə də sənətdən möhkəm yapışmaq lazımdır. Sadə insanlar da sənətdən möhkəm yapışmalıdırlar. Mütərəqqi insanlar da sənətdən möhkəm yapışmalıdırlar ki, onların mübarizə apardığı bütün hadisələr ancaq sənətin köməyi ilə öz haqqını, ədalətini bərpa edə bilər. Bəlkə bir vaxt bərpa edə bildi. Təşəkkür edirəm və qısa mən də bayaq söz verdiyim şeyi bitirim. Çünki Rəbiqə onu mənə dedi. Məncə nəfəsi kəsənlərin əsas mövzusu nə şaxtadır burada, nə mədəndir, mənə görə, nə də orkestrdir. Əsas söz insan ləyaqətidir. Əsas söz filmin əsas ideyası insandır. İnsan ləyaqətidir və sənətdir. Sənət və insan ki, biz onu Deninin çıxışında da görürük. Deninin həyatı və axırda gətirilir o məşhur çıxışı. Film sadə bir sual verir. Yəni dövlət və yaxud da ki, hökumət iqtisadi hər hansı bir şey, bir müəssisəni bağlayanda nə baş verir? Doğrudanmı təkcə müəssisə bağlı? Yox, bunun arxasında nələr var? Yəni 10 illərlə insanların burada qurduğu həyat dağılır, münasibətlər dağılır, dağıla bilir. Yəni burada və qəfildən insan özünə mən kiməm sualını verməyə başlayır. Hansı ki, o özünü asmaq istəyir. Axırda o mən kiməm sualını verə-verə gətirib özünün asılması nəticələnir. Yəni Qrimli sadəcə bir şaxta yeri deyil, yəni mədən bir yeri deyil. Orada insanlar işləyib, nəsillər işləyib, ailələr qurulub, ailələr dağılıb demək yəni köçüb həyatdan gedib, o mənə deyirəm. Və bütöv bir cəmiyyət, bütöv bir icma formalaşır və günün birində kimsə kefindən gəlib deyir ki, bilirsin nə var, sizin şaxta bağlanır. Yəni sabah işə gəlmə demək deyil. Bunun arxasında dəhşətli bir faciə var və burada artıq sənət burada. Biz məsələn bu faciəni film tarixində gördük, o bayaq dediyim intihar məsələsində. Biz orkestr burada çox gözəl bir metaforadır. Yəni Denni, mən bayaq ona gedirdim, Denniyə haqq verirdim ki, orkestrdən niyə əl çəkmir? Orkestrdən ona görə əl çəkmir. Qəribə görsənir də, dramaturq işi yeri dağılır, mədən dağılır, bu isə yapışıb orkestrdən. Amma orkestrdən ona görə əl çəkmir ki, Denni hələ də məşqdən, müsabiqədən ona görə danışır ki, orkestr onun üçün musiqidən, yəni musiqi deyil, musiqi onun üçün həyatdan artıq bir şey. Şax da gedə bilər, insanlar bir yerdə dağıla bilər, amma o fikirləşir ki, hər şey bərbad ola bilər. Amma bu nəfəsli orkestr, deməli, çalğı alətləri, yenə də insanlar burada bir yer toplaşır, bir yerin nəfəs alıb, bir yerin nəfəs verə bilərlər. Denni məncə bunu görürdü o orkestrin belə deyək timsalında ki, bu yenə də insanların hər şey dağılsa belə, orkestr onların yenə də həmrəy şəkildə nəfəs alıb, nəfəs verə biləcəyi bir yerdir. Və nəfəs də həm də səsini dünyaya çatdıra bilər. Bəli, gözəl, bəli. Və bu o nəfəs metaforası çox gözəl işlənir. Yəni nəfəs insanın həyatını nəfəsdən asır təbii ki və rejissor onu necə gətirib o biraz çobuta çıxsa deyim, necə calayıb o məsələyə. Buna görə bu filmə baxmağa dəyər. Mən çox təşəkkür edirəm hər ikinizə əziz dostlar. Həm Rəbiqə xanım sənə, həm Hədiyyə xanım sizə çox maraqlı bir söhbət oldu. Vallahi efirin vaxtı mən çox istərdim ki, çox uzun olaydı. Çox təəssüf biz 40-45 dəqiqə ilə yekunlaşdırırıq. Maraqlı bir film oldu. Tövsiyə edirik ki, baxsınlar. Bizə də baxsınlar, bizi də paylaşsınlar. Filmin adını bir də mən ekranlara dəfələrlə gətirdim. Blast Off ingiliscə gedir və bizim dilə tərcümə edəndə biz onun nəfəsi kəsilənlər adı kimi verdik. Nəfəsiniz həmişə gür gəlsin, nəfəsiniz hər zaman belə bol oksigenli olsun. Həyat əzminiz heç vaxtı sönməsin, daha yüksəkdən yüksəyə olsun. Bizə də baxın, bizi də paylaşın. Siz də bizim nəfəsimizsiniz. Hər birinizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. Çox sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın.